Bismillahirrahmanirrahim. Salam əziz Zəhra TV izləyiciləri, xoş gördük hər birinizi. Mövzumuz Qurani-Kərimdə huzn və xofla bağlıdır. Bugünkü qonağımız ilahiyyatçı Qurban Cəfərovdur. Mənim xoş gəlmisiniz. Selamun aleyküm qardaş, xoş gördük. Salam, xoş gəldin. Mənim şeytan insanı huzurlandıra bilərmi? Bismillahirrahmanirrahim və bihi nəstə'in innəhu xeyru nasirin və mu'in və sallallahu ala rasulihil əmin. Amma ba'd rabbi şrah li sadri və yessir li əmri və hlul uqdatan min lisani yefqahu qawli. Bi haqqi Fatimə və əbiha və bə'liha və bəniha və sirril müstəvdə'i fiha. Allahümme salli ala Muhammed və ali Muhammed və accil fərəcəhum. Çox sağ olun qardaş. Mən də həm sizi, həm əziz izləyicilərimizi salamlayıram. Bizim bu Qurani-Kərimdən çıxartdığımız, qeyd elədiyimiz bu mövzularına bağlı hər nə qədər bəhrə aparıblar, dualarda bizləri də yaddan çıxarmasınlar. Əgər biz suala bu mövzumuza uyğun ayəyə başlamazdan qabaq belə cavab versək ki, ümumiyyətcə şeytanın hansı işidir ki, insan ondan kədərsiz, qəmsiz qurtara? Əgər bir yerdə bir iş ki, şeytanın əli ilə baş veribsə, insanın nəfsinin əmrləri və vəsvəsəsi ilə baş veribsə, mənası budur, o işdə kədər var, huzun var, qəm var. O kədər, o hüzun, o qəm ki, dəyəri də yoxdur. Bəzi kədərlər var, Allah onu çox sevir. Bəzi qəmlər var, Allah onu çox sevir. Məzlumun halına qəmlənmək rivayətlərdə var. Allah, bu cürdür rivayət, Allah səmanın qapılarını açar. Bir nəfər məzlumun halına kədərlənə, ürəyi sına, qəmlənə, ürəyi sına. Allah asimanın, səmanın qapılarını açar, onun dualarını qəbul eləyər, günahlarını əfv eləyər. Tamamı günahlardan onu amanda saxlayar. Xoşu kəslərin halına ki, məzlumların halına ürək sındırıblar. Məzlumların halına kədərləniblər, qəmləniblər. Və yaxud məsələn, niyə Həzrət İmam Hüseyin əleyhissalamın əzadarlığı bu qədər təşviq olunub məsumlardan? Niyə bu qədər xüsusi Peyğəmbərdən müqabilində savab təyin olunub? Niyə məsumlardan bu qədər xüsusi savablar qeyd olunub? Həzrət İmam Hüseyin əleyhissalamın əzadarlığında qəmlənmək tamamı insaniyyətə ürək ağrıtmağın mənasıdır, nişanəsidir. Tamamı insaniyyətə can yandırmağın nişanəsidir. Bütün bəşəriyyətə, bütün insanlığa, bütün məzlumiyyətə can yandırmağın nişanəsidir. Bir İmam Hüseynə tökülən göz yaşı, onun yolunda qəmlənmək. Bu qəmlərə, bu kədərlərə, bu hüzunlara Allah səvab verər, Allah dəyər verər. İnsan məzluma hüzunlandıqca izzət tapır, dəyər tapır Allah yanında, qiymət tapır Allah yanında. Bir o iki gələ insan şeytandan hüzunlana, şeytanın vəsvəsəsindən kədərlənə. Hansı iş ki, şeytan onu insana gördürdü, elətdirdi, insan onu yerinə yetirdi, axırda qəm yemədi, hüzun yemədi. Rivayətlərdə var, şeytan qiyamətdə deyər ki, mən sadəcə sənə yol göstərirdim, sadəcə sənə deyirdim, eləmək insan sənin ixtiyarındaydı. Ki, insan şeytanın arxasınca gedən insanlar, ömrü boyu o yollarından qayıtmayan insanlar, bunlar dünya peşmançılığından yaxşıdır ki, insan peşman ola qayıda. Əgər qayıda bilsə insan, əgər cürət tapıb, tövfiq tapıb özündə qayıda bilsə, vay o gündən ki, insan qayıda bilməyə, insan gələ şeytanın o əməlindən axirətdə qəmlənə. Orada daha heç bir qəmə yer yoxdur. Orada daha heç bir huzuna yer yoxdur. Bir ömürdür, məsələn, deyirsən, birinə namaz qıl, oruç tut. Namaz sənin boynunda haqqidir, oruç sənin üzərində haqqidir. Xanım, hicab bağla sənin üzərində haqqidir. Namaz yox, oruç yox, bi namaz, bi oruç, bi hicab, bu qədər işlər. Allah bütün bu halətdə olanların hamısını hidayət eləsin. Biz məzəmmət eləmirik. İnsanlar hərəsi bir yerdə hidayət tapırlar. Amma vay o gündən insan ömrün belə tamam eləyə. Ömrün belə Allaha təhvil verə.
Dünyadan köçək gələ qiyamətdə huzunlana, kədərlənə, qəmlənə, o huzurun, o qəmin, o kədərin nə faydası olar? Ki, sual verdiniz ki, məsələn, şeytan insanı hüzunlandıra bilərmi? Mücadilə surəsi 10-cu ayə məhz buradan bəhs eləyir. Məhz buradan, amma elə 8-9-dakı o ayənin əvvəlidir. Ki, mən o ayəni oxuyum ki, yəni məhzin suala uyğun, amma əvvəlini də qeyd eləyəcəm. Ki, mövzu burada əslində nəcvadan söhbət gedir. Nəcva bilirsiniz də nədir? Nəcva yəni bir məclisdə oturarsan, birinin yaxınlaşarsan, qulağına xəlvəti söz deyərsən və yaxud gözlə işarə eləyərsən. Buna nəcva deyərlər. Ki, Həzrət Peyğəmbər deyir, əgər 3 nəfər olsa, o 3 nəfərdən biri birinə xəlvəti söz desə, o 3-cün mütləq siz qəmləndirəcəksiniz, nigaran eləyəsiniz. O işdə məhz işi görən şeytandır. O işi görən məhz şeytandır. 3 nəfər həmsəfərsən, biri birinə xəlvəti söz deyir, biri tək qalır. Baxın, hətta kənarda, fərz eləyək, bu ayə yoxdur. İnsan özü kənardan bu səhnəni görəndə narahat olur, ya olmur. Adam özündən fikirləşir ki, mən 2 nəfər də məndən başqa həmsəfərim var. Yol gedirik, ya hardasa əyləşmişik. Biri birinə xəlvəti söz deyirlər, mən qalmışam kənarda. Necə qəbul eləyər insan bunu? Necə özün təhqir olunmuş hesab eləyər? Necə özünə hörmətsizlik hesab eləyər? Bu işdə şeytanın nəyi var? Hiləsi var, tədbiri var. İstəyir insanları neyliyə? Bu yoldan uzaqlaşdıra. İnnəmən nəcva minəş-şeytan liyəhzunəl-ləzinə amanu və leysə bizarrihim şeyən illa biiznillah və qaləllah fəliyətəvəkkəlil mu'minun. Ki, Mücadilə surəsinin 10-cu ayəsi buradan var. Bu hissəni deyir ki, həqiqətən innəmən nəcva minəş-şeytan. Nəcva o dediyimiz məsələ, ya qulağa xəlvəti söz demək, ya gözlə işarə eləmək ki, bu ayənin şən nüzulunda da var ki, bəzən müsəlmanlara əziyyət edirlər, Peyğəmbərə gəldilər, şikayət elədi müsəlmanlar. Ayə nazil oldu, bu mövzunu kəsdi. Bir məclisə oturub, hər kəs bir-birinin qulağına söz deyir, kənardakılar baxır. İnnəmən nəcva minəş-şeytan. Həqiqətən o nəcva şeytandandır. Liyəhzunəl-ləzinə amanu. İstəyir iman gətirənləri neyliyə? Bu yoldan hüzunlandıra. Qəmgin eləyə. İstəyir onların qəlbin neyliyə? Hüzunlandıra. Onların qəlbin qəmgin eləyə. Və leysə bizarrihim şeyən illa biiznillah. Özdə bax, mətləb çox genişdir ya. Bilmirəm, vaxtımız olsa mən bu arada danışacağım. Deyir, Allahın izni olmasa, heç vaxt şeytan belə insana zərər verə bilməz. Bəzən insan gətirir, özünü o həddə çatdırır ki, Allah şeytana icazə verir ki, ona zərər yetirsin. Və leysə bizarrihim şeyən illa biiznillah. Allahın izni olmasa, o şeytan insana zərər verə bilməz. İnsan o halda olur ki, layiq olur şeytan ona zərər versin. Özün zərər müqabilində zərərə layiq görür, Allah ona icazə verir. Əgər insan özün o pis əməlləri ilə o zərərə layiq gördürməsə, Allahın qüdrətindədir, icazə verməz neyniyə? Şeytan ona zərər verir. Allah özü o bəndəsini hifz eləyər. Onlar kimlərdirlər? Onlar deyir, Allaha təvəkkül eləyərlər, möminlərin təvəkkül yeri, güvənc yeri Allah olar. Hər kəs Allaha güvənsə, فَمَنْ يَتَوَكَّلَ عَلَى اللّٰهِ فَهُوَ حَسْبُهُ. Ayə deyir, hər kim Allaha arxain olsa, hər kim Allaha güvənsə, Allah nədir? Ona yetərdir, Allah ona bəsdir, kifayətdir. Onu hər şeydən qoruya, onu hər zərərdən saxlaya. Yəni, şeytanın belə zərəri Allahın izni olmadan ola bilməz. Amma insan özünü neyləyər? O vəziyyətə gətirib çıxartmayır. Baxın, bu ayənin əvvəli qayıdır hardan başlayır? Ələm tərə iləl-ləzinə nuhu anin nəcva sümmə yəudunə limā nuhu anə və yətənəcəvnə bil-ismi vəl-udvan və məsiyyətir rəsul və izə cəukə həyyəvkə bimə ləm yuhayyikə bihillah. Bu ayə buradan başlayır. Görmədinmi o zaman ki, nəcva qadağan olunmuşdu. Onlara nəcva qadağan olunmuşdu. Onlar qayıdırdılar, yenə bu nəcvanı yerinə yetirirdilər. Baxmayaraq onlara əmr olunmuşdu ki, bu işləri yerinə yetirməyin. Bunlar yenidən o işləri görürdülər. Günahla, ədavətlə, o pisliklə
və məsiyyət-i rəsul, peyğəmbərə məsiyyət eləməklə. O zaman ki, gələrdilər, peyğəmbər sənə salam verərdilər. Elə bir salam verərdilər ki, Allah heç vaxt elə salam verməyib. Bəziləri gələrdilər peyğəmbərə, deməzdilər əssəlamu əleykə. Deyərlər əssam əleykə. Əssam, yəni ölüm olsun sənə. Əssalam deməzdilər. Deyir, onlar sənə elə salam verirdilər ki, Allah elə salam qərar verməyib. Yəni, onlar düz salam vermirdilər. Əssalam deməzdilər, əssam deyərdilər. Peyğəmbər də onların müqabilində, onlara deyərdi, əleykə. Deməzdi, əleykə salam. Salam əmniyyətdir axı. Deməzdi, sizə də əmniyyət olsun. Onlar deyərdilər, əssam əleykə. Sənə olsun ölüm. Peyğəmbər də deyərdi, əleykə. Day, salam deməzdi. O dediyiniz həmən nə məsələ demişsiniz, əleykə olsun sizin üzərinizə. Baxın, bunlar Peyğəmbərə əziyyət edirdilər. Və yəquluna fi ənfusihim ləv la yuəzzibunəllah bima nəqul. Bunlar deyərdilər ki, əgər bizim doğrudan elə o dediyimiz söz düz deyilsə, səhvdirsə, niyə Allah bizə bəla göndərmir? Niyə biz cəzalanmırıq? Əgər bizim dediyimiz səhv, yəni biz səhv yoldayıqsa, niyə Allah bizə bəla göndərmir? İnsan bəzən düşünür ki, bəlası gəlmirsə, bunun zahiri düşündüyü bəlada, daha bu səhv yolda deyil. O Həzrət Əli əleyhissalam deyir ki, bütün işlərin qaydasında gedir, heç bir də bəla, müsibət sənə üz vermirsə, o iş halda gərək qorxasan. Nigaran olasan ki, mən nə iş görmüşəm? İmam Rahil rəhmətlik deyirdi ki, düşmən əgər mənə düşmənçilik eləmirsə, düşmən bizdən nigaran deyilsə, adam özünü araşdırar. Ki, səhvi harda eləmişik? Düşmən bizdən nigaran deyil. Adam o zaman narahat olar ki, onun əleyhinə danışılmasın. Düz yolun yolcuların əleyhinə həmişə danışıblar. Bu düz yolu təyin edən Allahın əleyhinə danışır insanlar. Vəhyin gətirən, vəhyin daşıyıcısı, aparıcı qüvvəsi Peyğəmbərin əleyhinə danışır insanlar. İndi biz Peyğəmbərdən artıq olmuşuq, ya Peyğəmbərdən çox sevgi bəxş eləmişik ki, bizim əleyhimizə düşmənlər danışmır, səhv yolun yolcuları. Səhvi harda eləmişik ki? Bütün pisliyə bulaşan insan bizim barəmizdə xoş gümandadır. Əli əleyhissalama bir nəfər deyir, valilərdən biri. Soruşur ki, məmləkətdə necədir vəziyyət? Deyir, hər şey qaydasında. Ağa deyir, heç müşkülünüz yoxdur. Deyir, heç bir zərrə çətinciliyimiz yoxdur. Deyir, orada siz haqq söz danışmamışsınız ki. Əgər siz orada düzlüyü təbliğ eləsəydiniz, oradan sizə müxaliflər olardı, orada sizin işləriniz müşkülə düşərdi. Əgər heç bir çətincilik və müşkül yoxdursa, siz orada düz yolu təbliğ eləməmişsiniz. Deyir, bunlar deyirdilər ki, əgər biz səhv yoldayıqsa, niyə Allah bizə bəla göndərmir? Həsbuhum cəhənnəmu yəsləvnəha fəbi'səl məsir. Deyir, həsbuhum cəhənnəm. Yəsləvnəha fəbi'səl məsir. Deyir, cəhənnəm onlara kifayətdir. Bu hesabda cəhənnəm onlara kifayətdir. Onlar o gördükləri işin müqabilində. Ki, onlar üçün hazırlanıb həmən o cəhənnəm. Ora daxil olacaqlar. Nə pis yerdir bu cəhənnəm. Bunlar həmən o adamlardılar ki, bunlar doğrudan o nəcvaya bulaşmışdılar. Peyğəmbəri də əziyyət edirdilər. Bəzən Peyğəmbərə işarələrlə töhmət vururdular. Bəzən görürsən, kimlərəsən Peyğəmbərin yolunun yolcularına. Baxın, daim həmişə haqqı qəbul edib, haqqı yaşayan insanları həmişə çalışıblar, nahaqq insanlar bir növlə əzsinlər. Cəmaatın içində onları neynəsinlər, həmişə alçaltsınlar. Niyə? Onların varlığı, bunların varlığın sual altında qoymasın. Görürsən, bəzən o pisliyə bulaşan insan istəyər ətrafını da bulaşdıra ki, ətraf ona neynəməsin? Onu irad tutmasın. Ayə deyir ki, həqiqətən həmən nəcva şeytandan da istəyir möminləri neyniyə? Hüzunlandıra. İman gətirənləri hüzunlandıra. Yəni, bunlar o şeytanlığı edir ki, möminlərə neynəsin? Hüzun, qəm üz versin. Amma Allah bunu bəyənmir ki, sən gələsən, bir iş görəsən. İndi insan, sən nə iş görmüsən ki? Gördüyün iş, Quran deyir, innəmən nəcva minəş şeytan. Həqiqətən nəcva şeytandandır. İnsan, sən gəlmirsən, bir iş görürsən ki, həmən o nəcva ki, ayə deyir, şeytandandır. İndi bir iş görmürsən ki, ondan möminləri qəmləndirmirsən. O dediyimiz hədis kimi. Peyğəmbər deyir, 3 nəfər ola biri. Biri birinə söz deyə, biri kənarda qala, ona hüzun, qəm üz verər. Bu iki nəfər şeytanın işini gördülər. Onun neynədilər? Aparıcı qüvvəsi oldular. Allah bunu bəyənmir.
Ya eyyuhellezine amenu iza tenaceytum fela tetenacev bil ismi vel udvan ve ma'siyetir resul ve tenacev bil birri ve tegva ve tegullahellezi ileyhi tuhşerun. Ki bu Fussilet surəsi, Mücadilə surəsi 9-cu ayədir. Ey iman gətirənlər, o zaman ki nəcva elədiniz, bir xəlvəti söz desəz deyir onu paçlıqla yerinə yetirin, günahdan uzaq, məsiyətdən uzaq, peyğəmbərə uyğun olmayan hərəkətdə yerinə yetirməyin, onu təqvalı şəkildə yerinə yetirin. Onu pak şəkildə yerinə yetirin. Onu yaxşı formada yerinə yetirin. Təqvalı olun Allahın müqabilində. Qorxun o Allahdan ki, o sizin hamınızı özünə tərəf qaytaracaq. Onun huzurunda siz cəm olacaqsınız. Nə badə bir iş görəsiniz ki, möminlər, sizə yaraşmaz bu işlər görməyə. Bəzən görsən, möminlər bəzi məclislərdə bu işlərin fərqində olmurlar. Nəcvanı belə Allah deyir möminlər eləyəndə təqva və paklıq üzərində görün. Günahdan məsiyyət rəsula müvafiq olmasın. Yəni Peyğəmbərə məsiyyət ünvanı olmasın. Yəni bir iş görməyəsən ki, o zamanda o işi görənlərdən Peyğəmbər narazı olub. Bir iş görməyəsən ki, Peyğəmbərə o məsiyyət hesablanıb. Pak bir, əgər birdən xəlvəti söz desəz, insanlığa yaraşan bir formada, bəşərə xas olan bir xüsusiyyətdə, insanın adına layiq bir formada yerinə yetirin. Yəni təqvalı, pak, məsiyyətdən uzaq, heç kimi incitmədən yerinə yetirin bunları. Təqvalı olun, qorxun Allahdan ki, siz bir gün onun huzuruna qayıdacaqsınız. Müəllim, bu nəcvada bəzi insanların fikirləri nə idi? Baxın qardaşım, nəcva barəsində elə bu həmən Mücadilə surəsində ayə də var. O zaman bəzi imkanlılar Mədinədə gələrdilər, Peyğəmbərin oturardılar bir məclisdə. Hətta o xüsusi imkanlı adamlar Peyğəmbərə yaxın əyləşərdilər. Mən danışmışam o mövzunu bir dəfə. Yadımdadır ki, biz onu bir daha bəhsini aparmışıq. Qısasını deyirəm. Gələrdilər Peyğəmbərə yaxın oturardılar. Adətən bu nəcvanı münafiqlər eləyərdilər. Bəzi rivayətlər deyir ki, həm Yahud eləyərdi o zamanda, Peyğəmbər zamanında, həm münafiqlər. Oturardılar Peyğəmbərin yanında, xəlvəti Peyğəmbərə söz deyərdilər. O imkansız, fəqir möminlər ki var, kənardan baxardılar, məyus olardılar. Ki, bunların imkanı var, hər şəraitləri var, Peyğəmbərlə bunlar xüsusi əlaqələri var. Peyğəmbər bizə bunlardan yaxındır. Gör, nə Peyğəmbərlə sirləri var ki, bunları görsən xəlvət bunlarla bölüşür. Münafiqlər istəyərdilər o insanların ürəyində Peyğəmbərə qarşı bədgümanlıq yaratsınlar. Və məyus olsunlar ki, Peyğəmbər daha bunlara o qədər sir vermir ki, bunlarla bölüşür sirlərin. Ayə də nazil oldu, dedi ki, sədəqə verin. Bəri başdan o Cabir ibn Abdullah Ənsarидəndir ya Əbu Əyyub Ənsaridəndir. Səhv eləmirəmsə sahabələrin birindəndir deyir. O zaman Həzrəti Əlinin 4 dirhəmi var idi. Hərəsin bir dəfə verdi, Peyğəmbərlə söhbət edirdi. Peyğəmbərlə danışmamışdan qabaq hesab sədəqə verərdi. Ki sonra qurtarandan sonra ayə nazil oldu ki, olmasa imkanınız Peyğəmbərlə sədəqə verməmişdən də qabaq görüşə bilərsiniz. İstəyirdi bunlara deyək ki, bunlar maddiyyatından keçən deyirlər, heç bir dəfə də pulları xərcləmədilər. Bunların məqsədi cəmaatı Peyğəmbərdən soyutmaq idi. Peyğəmbər ki, rəhmət, o bizdə deyirlər, qənətlərin sərmişdi bütün cəmiyyətin üzərinə. Orada kasıb, varlı. Peyğəmbər fəqirlərə imkanlardan daha çox qayğı göstərirdi. Çünki onların daha çox qayğıya ehtiyacı var. Çünki onların dünyada ürəkləri çox şeydən sınır. Çox şeydən məhrumdular. Peyğəmbər belə adamları görəndə daha çox yer verirdi bunlara. Bunlarla daha çox dərdi dil eləyirdi. Bunlara daha çox qayğı göstərirdi. Bunlara daha çox ehtiram göstərirdi ki, cəmiyyətin içində bunlar özlərini neynəməsinlər, dəyərsiz hesab eləməsinlər. Nümunə dayə bu işlər bizə. Bir fəqir görəndə, bir kasıb görəndə, bir o ehtiyaclı adam görəndə geri adam ondan daha şirin münasibət qura. Ki, onun ona ehtiyacı var, o cəmiyyətdə özünü dəyərsiz hesab eləməsin. Bəzi insanlar istəyirdi bu işləri görə ki, Peyğəmbər o rəhmət Peyğəmbərinin artıq insanların düşüncəsində o rəhmət Peyğəmbəri kimi qalmıyor. Sanki bunlarla xəlvətdə Peyğəmbər danışır, bu fəqir füqara ilə danışmır. Bu səhnəni yaradırdılar ki, Peyğəmbərlə cəmaat arasına ayrılıq salsınlar. Mən təşəkkür edirik. Çox sağ olun gəldiyiniz üçün və ətraflı izah üçün, dəlillər üçün minnətdaram. Allah razı olsun qardaş, minnətdaram. Allah bizi Peyğəmbərin bu əxlaqından, bəhrələnənlərdən, bəhrə aparanlardan və ona riayət edənlərdən qərar versin inşallah. Amin inşallah.
Əziz izləyicilər, xatırladaq ki, bugünkü qonağımız ilahiyyatçı Qurban Cəfərovudur. Növbəti verilişlərimizdə siz əzizlərin xidmətində olarıq inşallah. Allaha əmanət olun və salamu aleykum və rəhmətullahi və bərəkatuhu.